Azərbaycanın geoloji quruluşu. Azərbaycan ərazisində ən qədim süxurlar Paleozoy erasına aiddir. Paleozoy erasını iki yerə bölürük. Alt və üst Paleozoy. Alt Paleozoy Tovuz rayonu Zəyamçay və Əsrikçay hövzəsində. Üst Paleozoy isə Sədrək və burada Dəriləyəs silsiləsində yayılıb. Mezozoy erası Tiras, Yura və Təbaşir dövrlərinə bölünür. Tiras Dəriləyəs silsiləsində, Yura və Təbaşir Böyük və Kiçik Qafqazın orta və yüksək dağlığında, Yura yüksək dağlığında, Təbaşir isə orta dağlıqda daha geniş yayılıb. Mezozoy dövrünün süxurların bildiyi, bundan sonra Kanozoy dövrünün erasının süxurlarıdır. Kanozoy erası da Paleogen, Neogen və Antropogen dövrlərə bölünür. Paleogen Talış dağlarında, Naxçıvanın Zəngəzur hissəsində, əsasən Zəngəzur silsiləsində, bir də Böyük Qafqazın cənub-şərq hissəsində yayılır. Neogen dövrünün süxurları Qusarmaylı düzənliyi, Abşeron, Qobustan və Ceyrançöl, Aznohor ərazisində geniş yayılıb. Azərbaycan ərazisinin böyük bir hissəsi, yəni təxminən 5də 4-ü antropogen dövrünün süxurları ilə örtüldü. Azərbaycan ərazisindəki düzənlik hissələrin böyük bir hissəsi antropogen dövrünün süxurları, yəni dördüncü dövrün süxurları ilə örtülmüşdür. Naxçıvan Arazboyu düzənlikdə Gəyanin Zəhərəm düzləri, daha sonra Qarayazdı, Gəncəqazaqdı, Qarabağdı, Milli, Muğandı, Şirvandı, Cənub-Şərqi Şirvandı, Lənkəran ovalıqıdır. Yəni bunları misal göstərə bilər. Azərbaycan ərazisində yerləşən faydalı qazıntılar. Azərbaycan faydalı qazıntı baxımından daha zəngindir. Ərazimizin 70%-nə qədəri neft və qazla zəngindir. Neft yataqları da əsasən Abşeron yarımadası ətrafında yayılıb, amma bundan başqa da Azərbaycanın bir çox ərazisində neftli qazlı ərazilər mövcuddur. Azərbaycanda qaz yataqları, yəni təbii qaz yataqları quruda Qaradağ, Qobustan və Gürcən Zirə ətrafında daha çox rast gəlinir. Dənizdə isə Şahdəniz, Ümid və Abşeron yataqlarından neft çıxarılır. Yəni bunlar yataqların adıdır. Neft yataqları Pirallahıdır, Qaraçaladır, Siyəzəndir, Bibiheybət kimi yataqlardan çıxarılır əsasən. Bunlar hamısı dediklərim dördüncü dövr süxurlardır. Sadəcə Mollakənd və Muradxanlı yataqlarsa bunlar Mezozoy erasından qalıb. Azərbaycan nefti əsasən dənizdən çıxarılır. Günəşli Azəri Çıraq. Bu üç yataqdan çıxarılan neftin marka adı da Azərlight markalı neft. Yəni Azərbaycanın dünya bazarına çıxartdığı neftin marka adı da buradan gəlir. Daha sonra Danuqluzu, İnamdı, Oğuzlu, Qarabağ, Əşrəfi kimi yataqlar da mövcuddur. Azərbaycan ərazisində filiz faydalı qazıntılar əsasən Kiçik Qafqaz dağlarında müşahidə olunur. Yəni Kiçik Qafqaz dağlarındadır. Böyük Qafqaz dağları və Talış dağları bu baxımdan çox kasıbdır. Həm Böyük Qafqaz dağlarında biz burada Balakən-Zaqatala arasında polimetal filiz yataqlarına rast gəlirik. Yəni polimetal dedikdə də tərkibində çoxlu metal olan yataqlardan söhbət gedir. Birinci burada dəmir filizinə baxırıq. Dəmir filizi burada görə biləcəksiniz bərabər yanlı üçbucaqlı. Onun şərti işarəsi neftə bərabər, daha doğrusu dəmir filizinə bərabər tərəfli üçbucaq, yəni qara üçbucaqdır. Neftdə isə bərabər yanlı üçbucaq. Həm neft, həm təbii qaz olduğuda, yəni bir tərəfi ağ, bir tərəfi qara üçbucaqdır. Amma təbii qazda ağ üçbucaqdan söhbət edir. Yəni bunun şərti işarələridir. Dəmir filizi Azərbaycanda Daşkəsən ərazisindədir. Yataqlar da Daşkəsən, Dəmiroğlu və Hamançaydır. Daha sonra Alinit. Alinit də uşaqlar Daşkəsəndən çıxarılır. Daşkəsəndə zəylik yatağıdır. Alinitdən alüminium əldə olunur. Ümumi alüminiumun şərti işarəsi budur. Alüminiumun əldə olduğu metallar belə deyək də xammal alümnitdir, nefelindir, bir də boksitdir. Yanar şist var burada. Yanar şist Azərbaycanda Qobustan və Qobustan və İsmayıllı rayonlarının ərazisində daha geniş yayılır. Yəni bu ərazilərdə yanar şistlər mövcuddur. Mis Qaradağda, yatağın adı Qaradağdır. Ərazi olaraqsa Gədəbəydə yerləşir. Qızıl yataqları Azərbaycanda yenidən Kiçik Qafqaza gəlirik. Qızılın şərti işarəsi burada görüm hansıdır? Qızılın şərti işarəsi daha yaxşı buradan göstərim. Qızılın şərti işarəsi dairə, bir tərəfi ağ, bir tərəfi qara olacaq. Burada görə bilərsiniz. Qızıl, Zod Qızılbulaq Kəlbəcərdə Zod Qızılbulaq yataqlardır. Zod yatağının digər adı Söyüdlü yatağıdır. Daha sonra Gədəbəydə Qoşa yatağı var. Zəngilanda isə Vecnəli yatağı mövcuddur. Xromitin şərti işarəsi budur, xromit filizləri.
Xromit Göydərə İpək yatağında mövcuddur. Göydərə Kəlbəcərdə, İpək isə Laçın rayonunun ərazisindədir. Polimetal filiz yataqları. Polimetalın şərti işarəsi buradan görə bilərsiniz. Balakən Zaqatala ərazisindədir. Balakən Zaqatala ərazisində Katexçay, Kastağ, Mazımçay, Filizçay yataqlarında mövcuddur. Naxçıvanda, yəni Şərurda burada mövcuddur. Yatağın adı da Gümüşlüdür. Bir də Kəlbəcər rayonunda da Mehmanay yatağı olacaq. Daha sonra digər filiz yataqlarına, yəni faydalı qazıntı yataqlarına gəldikdə isə Daşduz, Nehrəm və Duzdağdadır, yəni Naxçıvandadır. Çökmə Abşeron yarımadasındadır, Şorslu göllərdə rast gəlinir. Kükürd Kiçik Qafqazda rast gəlinir. Bunun yataqlarınsa deyirik, Çıraqdərə və Toğanalını misal göstəririk. Daha sonra Barit Gədəbəy və Daşkəsən rayonlarının ərazisindədir. Baritə deyirik, yataqların adı Başqışlaq və Çovdar. Bentonit Gil Qazax rayonunun ərazisindədir. Yataq olaraq Daş Salahlını deyirik. Seolit Gili Tovuzda Ağdağ yatağın adı. Yəni bunların hamısını özünüzdə dərsliklərdən görə bilərsiniz. Daha sonra Azərbaycandakı mineral bulaqlara baxa bilərik. Abşeron rayonunun ərazisində, Abşeron yarımadasında Şıx və Suraxanı mineral bulaqlardır. Naxçıvanda Sirablı, Badamlıdır, ən məşhurları bunlardır. Sirablı, Badamlı, Dardağdır və Bayxır yataqlarıdır. Yəni Bayxır mineral bulaqlarıdır. Şuşada turşusu, Şırlan və İsa bulağı misal göstərmək olar. Lənkəranda Ərkivan, Meşəsu, Qotursu, Donuzitən, İstisu kimi yataqların adını göstərmək olar. Məsələn, Bədo İsmayıldadır. Bu Qəbələdədir. İstisu, İlisu Qaxdadır. İstisu həmçinin həm Lənkəran vilayətində var, həmçinin də Kəlbəcər rayonunun ərazisində mövcuddur. Bu dərsimizdə